Salam aziz dostlar. Bugün size gözlənilməz xəbərlər, maraqlı işarələr və taleyin sizə göndərdiyi vacib mesajlar gözləyir. Bəlkə də uzun müddətdir gözlədiyiniz cavab məhz bugün qarşınıza çıxacaq. Odur ki, diqqətlə izləyin. Çünki burclar üçün hazırlanan mesajlarda özünüzdən bir parça tapacaqsınız. Koç burcu. Bugün sıradan bir gün olmayacaq. Sahar saatlarından itibaren daxilınızda farklı bir inam hissi yaranacaq. Sanki uzun müddətdir gözlədiyiniz bir fürsət nəhayət sizə yaxınlaşır. Ətrafınızdakı insanlar da sizdəki bu dəyişikliyi hiss edəcəklər. Dedikləriniz daha çox diqqət çəkəcək. Fikirləriniz isə əvvəlkidən də daha ciddi qarşılanacaq. Bugün ən böyük səhviniz hər şeyi eyni anda həll etməyə çalışmaq ola bilər. Gücünüz və enerjiniz kifayət qədərdir, amma onu düzgün istiqamata yönəltməlisiniz. Vacib olmayan işlərə həddindən artıq vaxt ayırsanız, günün sonunda özünüzü yorğun hiss edə bilərsiniz. Ona görə də işlərinizi düzgün müəyyənləşdirin. Sevgi mövzusunda maraqlı hadisələr baş verə bilər. Sizə qarşı hisslərini gizlədən biri nəhayət addım atmağa qərar verə bilər. Bəlkə də sizin sadə bir baxışınız belə kiminsə fikrindən çıxmayacaq. Ürəyinizdə saxladığınız bir sir varsa, onu gizlətmək bugün əvvəlki qədər asan olmayacaq. Maddi məsələlərdə tələsmək məsləhət görülmür. Eşitdiyiniz hər sözə inanmaq və ya hər təklifə dərhal reaksiya vermək doğru olmaz. Təcrübəli insanın məsləhəti sizi lazımsız xərclərdən qoruya bilər. Pulunuzu ağıllı şəkildə idarə etməyiniz yaxın günlərdə sizə üstünlük qazandıracaq. Evdə isə kiçik anlaşılmazlıqlar yarana bilər. Sizi başa düşmədiklərini düşünsəniz belə, bəzi insanların əslində sadəcə diqqətinizə ehtiyacı olduğunu anlayacaqsınız. Kəskin reaksiya verməzdən əvvəl vəziyyəti daha sakit qiymətləndirmək faydalı olacaq. Günün ən maraqlı hissəsi isə gözlənilməz xəbər və ya dövlətlə bağlı ola bilər. Xüsusilə günün ikinci yarısında baş verən hadisələr planlarınızı dəyişdirə bilər. Cəsarətli olun, amma tələsməyin. Bugün atacağınız düzgün bir addım yaxın gələcəkdə gözlədiyinizdən daha böyük və daha sevindirici nəticələr gətirə bilər. Boğa burcu. Bugün həyat sizə maraqlı və düşündürücü bir dərs hazırlayıb. İlk baxışda bəzi hadisələr planlarınıza uyğun getmirmiş kimi görünə bilər. Hətta müəyyən anlarda hər şeyin qarışdığını düşünə bilərsiniz. Amma bir qədər sonra anlayacaqsınız ki, baş verən hər hadisənin öz səbəbi və öz məqsədi var. Bugün səbriniz ciddi şəkildə sınağa çəkilə bilər. Kimsə sizi əsəbləşdirməyə çalışacaq, başqa biri isə qərarlarınızı sorğulayacaq. Ancaq gücünüzü emosiyalara deyil, məqsədlərinizə yönəltsəniz, üstünlük sizin tərəfinizdə olacaq. Bugün sakit qalmaq və özünüzü idarə etmək sizə gözlədiyinizdən daha çox qazandıracaq. İş və maliyyə mövzusunda diqqətlə davranmaq vacibdir. Sizin fəaliyyətinizi izləyən və qiymətləndirən bir insan var. Hazırda kiçik görünən bir addım gələcəkdə böyük imkanların qapısını aça bilər. Xüsusilə maliyyə ilə bağlı məsələlərdə tələsik qərarlar verməkdən çəkinin. Düşünülmüş addımlar daha faydalı nəticələr gətirəcək. Sevgi həyatınızda isə maraqlı və emosional anlar yaşana bilər. Sizə qarşı hissləri olan biri artıq susmaqdan yorulmuş ola bilər. Onun davranışlarında bunu hiss etmək mümkündür. Əgər ürəyinizdə xüsusi bir insan varsa, hisslərinizi sonsuza dək gizlətmək əvəzinə bir addım atmaq barədə düşünmək faydalı ola bilər. Ailə daxilində kiçik anlaşılmazlıqlar yarana bilər. Hər deyilən sözü şəxsi qəbul etməyin. Bəzən insanlar sadəcə yorğun və ya gərgin olduqları üçün sərt görünə bilərlər. Bir qədər anlayış və səbir göstərsəniz, vəziyyət qısa zamanda normallaşacaq. Günün sonuna doğru gözlənilməz bir xəbəri ala bilərsiniz. Bu xəbər planlarınızı dəyişdirə və sizə yeni istiqamət göstərə bilər. Bugün hər şey dərhal aydın görünməsə də, yaxın zamanda baş verənlərin əslində sizin xeyrinizə işlədiyini anlayacaqsınız. Özünüzə inanın və başladığınız yoldan geri çəkilməyin. Əkizlər burcu. Bugün sizin üçün ən vacib məsələ diqqətli və ayıq olmaqdır. Çünki bəzi imkanlar gözlədiyiniz kimi böyük səs-küylə deyil, sakit və gözlənilməz şəkildə qarşınıza çıxacaq. Hər eşitdiyiniz sözə inanmaq düzgün deyil, amma eyni zamanda heç nəyi görməzdən gəlməkdə məsləhət görülmür. Günün əvvəlində adi görünən
bir hadisə sonradan böyük əhəmiyyət daşıya bilər. Buna görə də ən xırda detallara belə diqqət yetirməyə çalışın. Sizə qarşı laqeyd görünən bir insan əslində düşündüyünüzdən daha çox sizinlə maraqlanır və fəaliyyətinizi izləyir. İş və maliyyə mövzusunda üstünlük sizin tərəfinizə keçir. Problemlərin içində fürsət görmək bacarığınız bugün xüsusilə ön plana çıxacaq. Əgər yeni fikir və ya planlarınız varsa, onları daha sonra üçün saxlamayın. Bugün atacağınız bir addım gələcəkdə sizə gözlədiyinizdən daha böyük qazanc və imkanlar gətirə bilər. Sevgi həyatınızda isə ürəyinizlə mantıqınız arasında seçim etmək məcburiyyətində qala bilərsiniz. Hisslərinizi gizlətmək vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Özünüzə qarşı dürüst olsanız, sizi narahat edən bir çox sualın cavabını tapa biləcəksiniz. Ailə və yaxın insanlarla münasibətlərdə xoş və səmimi anlar yaşana bilər. Uzun müddətdir danışmadığınız biri ilə söhbət etmək sizə mənəvi rahatlıq gətirəcək. Bəzən insanın axtardığı dəstək uzaqda deyil, ən yaxınında olur. Axşama doğru maraqlı xəbər və ya gözlənilməz dəvət ala bilərsiniz. İlk anda buna ciddi yanaşmasanız belə, sonradan bunun nə qədər vacib olduğunu anlayacaqsınız. Bugün qarşınıza çıxan imkanları dəyərləndirməyə çalışın, çünki bəzi fürsətlər ikinci dəfə eyni şəkildə qayıtmır. Bugün diqqətli davrananlar sabah üstünlük qazanan tərəf olacaq. Xərçəng burcu, bugün hisslərinizlə mantıqınız arasında maraqlı bir mübarizə yaşana bilər. Kənardan hər şey adi və sakit görünsə də, daxilınızda vacib dəyişikliklər baş verir. Uzun müddətdir görməzdən gəldiyiniz bir məsələ yenidən gündəmə gələcək və artıq onunla bağlı qərar verməli olacaqsınız. Bugün insanların əsl niyyətlərini daha yaxşı hiss edəcəksiniz. Kimin sizə səmimi yanaşdığını, kimin isə yalnız öz maraqları üçün yaxınlaşdığını anlamaq çətin olmayacaq. Bu isə bəzi insanlara qarşı baxışınızı dəyişə bilər və sizi müəyyən nəticələr çıxarmağa məcbur edə bilər. İş və maliyyə mövzusunda səbirli olmaq vacibdir. Nəticələri dərhal görmək istəsəniz də, hazırda atdığınız addımlar gələcəyiniz üçün möhkəm təmal yaradır. Sakit, düşünülmüş və məntiqli qərarlar sizə üstünlük qazandıracaq. Bugün tələsik davranmaq əvəzinə vəziyyəti düzgün qiymətləndirmək daha faydalı olacaq. Sevgi həyatınızda gözlənilməz hadisələr mümkündür. Sizi düşünən bir insan qəfil şəkildə özünü xatırlada bilər. Bir söhbət, bir mesaj və ya kiçik bir diqqət hisslərinizi dəyişdirə bilər. Bugün sözlərdən çox davranışlar önəm daşıyacaq. İnsanların sizə münasibətini onların hərəkətlərində daha aydın görə biləcəksiniz. Ailə daxilində isə anlayışlı olmaq lazımdır. Hər kəs öz daxilində müəyyən çətinliklər yaşayır və bunu hər zaman açıq şəkildə göstərmir. Buna görə də tələsik nəticə çıxarmayın. Sizin isti münasibətiniz və dəstəyiniz yaxınlarınızdan biri üçün çox böyük əhəmiyyət daşıya bilər. Axşama doğru özünüzü daha rahat və yüngül hiss etməyə başlayacaqsınız. Gün ərzində sizi düşündürən məsələlər yavaş-yavaş aydınlaşacaq və bəzi suallar cavabını tapacaq. Bugün həyat sizə vacib bir həqiqəti xatırladır. Əsl güc sərtlikdə deyil, səbir və təmkin göstərməkdədir. Məhz bu xüsusiyyət sizi uğura və daxili rahatlığa daha da yaxınlaşdıracaq. Şir burcu, bugün diqqət çəkmək üçün xüsusi səy göstərməyəcəksiniz, amma insanlar yenə də sizə tərəf yönələcəklər. Sözləriniz, davranışlarınız və enerjiniz ətrafınızdakı insanlara təsir edəcək. Günün əsas hadisəsi isə başqalarında deyil, məhz sizin daxilinizdə baş verəcək. Uzun müddətdir sizi düşündürən bir məsələ ilə bağlı farklı baxış qazana bilərsiniz. Problem kimi gördüyünüz bir vəziyyətin əslində böyük bir fürsət olduğunu anlayacaqsınız. Bugün qarşınıza çıxan işarələrə və təsadüf kimi görünən hadisələrə diqqət yetirmək faydalı olacaq. İş və maliyyə sahəsində maraqlı imkanlar görünür. Kiçik görünən bir söhbət, yeni tanışlıq və ya təsadüfi görüş gələcəkdə sizə böyük fayda gətirə bilər. Buna görə də heç bir əlaqəni və ya təklifi önəmsiz hesab etməyin. Bəzən ən böyük dəyişikliklər gözlənilməz məqamlardan başlayır. Sevgi həyatınızda isə hisslər daha da güclənəcək. Sizə qarşı maraq göstərən biri bunu gizlətməyə çalışsa belə, onun davranışlarından çox şeyi hiss edə biləcəksiniz. Münasibətdə olanlar üçün isə bu gün yadda qalan, səmimi və xoş anlar vəd edir. Bəzi hisslər sözlərdən daha aydın görünəcək.
Ailə daxilində xoş və rahat enerji hiss olunacaq. Yaxınlarınızın dəstəyi sizə güc verəcək və özünüzü daha inamlı hiss etməyinizə kömək edəcək. Son vaxtlar sizi narahat edən bəzi düşüncələrin əslində o qədər də ciddi olmadığını anlayacaqsınız. Axşama doğru gözlənilməz xəbər və ya maraqlı bir dəvət ala bilərsiniz. İlk anda tərəddüd etsəniz belə, sonradan bunun sizin üçün nə qədər vacib və faydalı olduğunu anlayacaqsınız. Bugün özünüzü geri çəkməyin. Sizdə olan güc, özünə inam və cazibə ətrafınızdakı insanların diqqətini çəkir. Qarşınıza çıxan imkanları görmək və onlardan düzgün istifadə etmək tamamilə sizin əlinizdədir. Bugün parlaq görünmək və yadda qalmaq üçün çox əlverişli bir gündür. Qız burcu. Bugün uğurun sırrı sadə görünən işlərin içində gizlənib. Başqaları böyük planlardan və iddialı məqsədlərdən danışarkən siz detallara diqqət yetirməklə üstünlük qazana biləcəksiniz. Məhz bu xüsusiyyətiniz sizi başqalarından fərqləndirəcək və gün ərzində doğru qərarlar verməyinizə kömək edəcək. Son günlər sizi düşündürən bəzi məsələlər tədricən aydınlaşmağa başlayır. Çətin və qarışıq görünən bir vəziyyətə farklı tərəfdən baxdığınız zaman anlayacaqsınız ki, həll yolu əslində düşündüyünüzdən daha yaxındır. Bəzən insan ən sadə cavabı gözünün önündə olsa belə görə bilmir. İş və maliyyə mövzusunda səbir və intizam ön plana çıxır. Tələsmədən və düşünülmüş şəkildə atılan addımlar sizə daha çox fayda gətirəcək. Bugün kiçik görünən bir vəzifə, görüş və ya söhbət gələcəkdə vacib bir fürsətin başlanğıcına çevrilə bilər. Buna görə də heç bir detalı diqqətdən kənarda qoymayın. Sevgi həyatınızda sakitlik və səmimiyyət ehtiyacı hiss olunacaq. Qarışıq münasibətlər, yarımçıq qalan söhbətlər və anlaşılmazlıqlar sizi bir qədər yormuş ola bilər. Bugün isə sadə bir diqqət, xoş bir söz və ya səmimi bir münasibət belə ürəyinizi isidə bilər və sizə rahatlıq gətirə bilər. Ailə daxilində fikrinizə və dəstəyinizə ehtiyac duyulan anlar olacaq. Yaxınlarınızdan biri sizdən məsləhət və ya sadəcə onu dinləməyinizi gözləyə bilər. Bəzən insanlara böyük həll yolları deyil, onları anlayan birinin varlığı lazımdır. Axşama doğru özünüzü daha rahat, güvənli və sakit hiss etməyə başlayacaqsınız. Gün ərzində gördüyünüz kiçik işlərin nəticələrini hiss etmək sizə əlavə motivasiya verəcək. Bugün böyük dəyişikliklərdən daha çox gələcəyiniz üçün möhkəm təməl qurmaq baxımından əhəmiyyətlidir. Unutmayın, hər şeyin mükəmməl olmasını gözləmək lazım deyil. Əsas olan irəliyə doğru hərəkət etməkdir. Siz düşündüyünüzdən daha doğru yoldasınız və bunun nəticələrini çox yaxın zamanda görəcəksiniz. Tərazi burcu. Bugün sizin üçün adi görünən hadisələr əslində böyük dəyişikliklərin ilk işarəsi ola bilər. Həyat hər zaman gürültü ilə dəyişmir. Bəzən hər şey sakit və hiss edilməyən addımlarla başlayır. Bugün daxilinizdə farklı bir hiss oyana bilər və siz nəhayət bəzi məsələlərə tamam başqa gözlə baxmağa başlayacaqsınız. Son vaxtlar çox şeyi ürəyinizdə saxlamısınız. Bəzi insanların davranışları sizi düşündürüb və müəyyən suallar yaradıb. Ancaq artıq anlayırsınız ki, hər kəsi razı salmaq mümkün deyil. Öz dəyərinizi və gücünüzü daha yaxşı hiss etməyin vaxtıdır. Sizi qiymətləndirməyən insanlar üçün enerjinizi boş yerə sərf etməməlisiniz. Bəzən ən doğru qərar özünüzü ön plana qoymaqdır. İş və pul məsələlərində maraqlı inkişaflar görünür. Sizin zəhmətinizi və səylərinizi izləyən insanlar var. Onlar hələlik susurlar, amma bu susqunluq diqqətsizlik deyil. Əksinə, doğru zamanı gözləyirlər. Bugün etdiyiniz kiçik bir addım yaxın gələcəkdə böyük imkanlara çevrilə bilər. Buna görə də hər işə məsuliyyətlə yanaşmaq vacibdir. Sevgi həyatınızda isə gözlənilməz və maraqlı enerji hiss olunur. Kimsə sizə düşündüyünüzdən daha çox diqqət ayırır. Bəlkə də bugün gələn bir mesaj, təsadüfi bir qarşılaşma və ya sadə bir baxış sizi təəccübləndirəcək. Bəzən insanın həyatında ən maraqlı hekayələr məhz belə gözlənilməz şəkildə başlayır. Axşam saatlarında özünüzə vaxt ayırmağa çalışın. Sakitlik və tək qalmaq sizə uzun müddətdir axtardığınız bəzi cavabları verə bilər. Daxili hissləriniz bugün sizi aldatmayacaq və doğru istiqaməti göstərməyə kömək edəcək.
Bu günün əsas mesajı budur. Gözlədiyiniz dəyişiklik artıq başlayıb. Sadəcə onun nəticələri hələ tam görünmür. Siz isə doğru istiqamətdə irəliləyərsiniz və yaxın zamanda bunun bəhrəsini hiss etməyə başlayacaqsınız. Akrep burcu. Bugün sizin üçün adi görünən hadisələrin arxasında maraqlı sürprizlər gizlənir. Siz güclü görünməyə və hər şeyi öz gücünüzlə həll etməyə öyrəşmisiniz. Ancaq bugün həyat sizə vacib bir həqiqəti göstərə bilər. Hər yükü tək daşımaq məcburiyyətində deyilsiniz. Son günlərdə yığılan yorğunluq artıq özünü hiss etdirməyə başlayır. Həm bədəniniz, həm də ruhunuz bir qədər rahatlıq və sakitlik istəyir. Özünüzü həddindən artıq yormayın. Bəzən qısa bir fasilə vermək zəiflik deyil, əksinə daha güclü və daha inamlı şəkildə geri dönmək deməkdir. Ətrafınızdakı insanlara diqqətlə baxın. Kimsə sizdən dəstək gözləyir, amma bunu açıq şəkildə deməyə çətinlik çəkir. Digər bir insan isə düşündüyünüzdən daha çox sizə dəyər verir və bunu hərəkətləri ilə göstərməyə çalışır. Unutmayın ki, ən çox danışan insanlar həmişə ən səmimi insanlar olmur. Bəzən bir baxış və ya bir susqunluq uzun söhbətlərdən daha çox şey ifadə edir. İş və pul məsələlərində səbir sizin əsas üstünlüyünüz olacaq. Bugün bəzi anlaşılmazlıqlar və ya gözlənilməz vəziyyətlər yarana bilər. Kimsə sizi əsəbləşdirməyə və ya qararlarınızı sorğulamağa çalışa bilər. Ancaq sakit qalan və emosiyalarını idarə edən tərəf sonda qazanan olacaq. Hər deyilən sözə cavab vermək və hər vəziyyətə müdaxilə etmək məcburiyyətində deyilsiniz. Sevgi həyatınızda isə maraqlı və düşündürücü enerji hiss olunur. Adi görünən bir söhbət, gözlənilməz bir mesaj və təsadüfi qarşılaşma sizi dərindən düşündürə bilər. Ola bilsin ki, uzun müddətdir farkına varmadığınız hisslər artıq özünü göstərməyə başlayır. Bu günün əsas mesajı sadədir. İtirdiyinizi düşündüyünüz bəzi şeylər əslində sizə doğru geri qayıdır. Sadəcə doğru zaman hələ tam yetişməyib. Həyat isə sizi həmən vacib an üçün səssiz şəkildə hazırlayır. Oxatan burcu. Bugün sizin üçün maraqlı dönüş nöqtələrindən biri ola bilər. İlk baxışda hər şey adi və dəyişməz görünsə də, gün ərzində baş verən bəzi hadisələr gələcəyinizə düşündüyünüzdən daha çox təsir göstərəcək. Uzun müddətdir tahirə saldığınız bir məsələ yenidən gündəmə gələ bilər və artıq qərar verməyin vaxtının çatdığını hiss edəcəksiniz. İnsanlarla ünsiyyət bugün xüsusi əhəmiyyət daşıyır. Təsadüfi görünən bir söhbət, yeni tanışlıq və ya gözlənilməz qarşılaşma gələcəkdə sizin üçün vacib qapılar aça bilər. Buna görə də bugün qarşılaşdığınız insanlara diqqətlə yanaşın. Bəzən həyatın istiqamətini böyük hadisələr deyil, qısa bir görüş və ya bir neçə cümlə dəyişir. Maddi məsələlərdə ehtiyatlı olmaq vacibdir. Tələsik verilən qərarlar sonradan peşmanlıq yarada bilər. Bugün emosiyalarla deyil, məntiqlə hərəkət etmək sizə daha çox fayda gətirəcək. Hər eşitdiyiniz məsləhətə və ya hər təklifə dərhal inanmayın. Məlumatları yoxlamaq və düşünmək sizin xeyrinizə olacaq. İş həyatınızda isə sevindirici inkişaflar görünür. Uzun müddətdir göstərdiyiniz zəhmətin nəticələri artıq yavaş-yavaş hiss olunmağa başlayır. Bugün əldə etdiyiniz kiçik uğurlar gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcı ola bilər. Əsas odur ki, başladığınız işlərə yarımçıq qoymayasınız. Sevgi mövzusunda diqqət mərkəzində ola bilərsiniz. Kimsə sizə maraq göstərir və bunu gizlətməkdə çətinlik çəkir. Lakin hər parlaq görünən hissin həqiqi olmadığını da unutmayın. Buna görə də tələsmədən müşahidə edin. O hadisələrin təbii axarında inkişaf etməsinə imkan verin. Bugünün əsas mesajı budur. Hər fürsətə dərhal atılmaq lazım deyil. Bəzən gözləmək, müşahidə etmək və doğru anı seçmək sizi daha böyük uğura aparır. Həyat sizə vacib işarələr göndərir və həmin işarələri vaxtında görən insanlar yaxın günlərdə üstünlük qazanırlar. Oğlaq burcu. Bugün zahirdə sakit görünən, amma daxilində vacib mesajlar gizlədən günlərdən biridir. Siz adətən hisslərinizi nəzarətdə saxlamağı bacarırsınız və ətrafınızdakı insanlar sizi güclü, qərarlı və sarsılmaz biri kimi tanıyırlar. Ancaq
Bugün ürəyiniz bəzi suallara cavab axtarmağa başlayacaq və uzun müddətdir diqqətdən kənarda qalan düşüncələr yenidən gündəmə gələcək. Son zamanlar sizi narahat edən bir məsələ var. Hər şey normal görünə bilər, lakin daxilinizdəki bir hiss sizə nəyinsə dəyişməli olduğunu deyir. Bu hissi görməzlikdən gəlməyin. Bəzən həyat insanı məhz belə sakit işarələrlə vacib qərarlara yaxınlaşdırır. Bugün özünüzə qarşı səmimi olmaq sizə bir çox şeyi daha aydın görməyə kömək edəcək. İş və maliyyə mövzularında səbir sizin ən böyük üstünlüyünüz olacaq. Başqalara tələsik qərarlar verərkən siz daha düşünülmüş və ağıllı addımlar atacaqsınız. Bugün etdiyiniz kiçik bir iş və ya verdiyiniz sadə bir qərar yaxın gələcəkdə böyük nəticələr gətirə bilər. Buna görə də planlarınızdan və məqsədlərinizdən vaz keçməyin. Səbriniz tezliklə öz bəhrəsini verməyə başlayacaq. Ətrafınızda sizə hər şeyi deməyən bir insan var. Bu insan ya hisslərini gizlədir, ya da danışmaq üçün uyğun anı gözləyir. Buna görə də bugün eşitdiyiniz hər sözə dərhal inanmaq və nəticə çıxarmaq düzgün olmaz. Bəzi həqiqətlər zaman keçdikcə öz-özünə ortaya çıxacaq. Sevgi həyatınızda isə maraqlı və isti enerji hiss olunur. Bir baxış, bir mesaj və ya sadə bir söhbət ürəyinizdə gözlənilməz hisslər oyada bilər. Güclü olmaq hər zaman sərt görünmək demək deyil. Bəzən hisslərinizi göstərmək və səmimiyyət nümayiş etdirmək ən böyük cəsarətdir. Bugün əsas mesajı budur. Qarşınıza çıxan hər gecikmə maneə deyil. Bəzən həyat sizə yavaşlaşdırır ki, daha doğru istiqaməti görə bilərsiniz. Bu həqiqətdə anlayan insanlar yaxın günlərdə mühüm üstünlük əldə edəcək və hadisələrin əsl mənasını daha yaxşı anlayacaqlar. Dolca burcu. Bugün həyat sizə maraqlı və düşündürücü bir işarə göndərə bilər. Uzun müddətdir cavab tapa bilmədiyiniz bir sualın cavabı gözlənilməz şəkildə qarşınıza çıxacaq. Bu, təsadüfi görünən bir söhbət, eşitdiyiniz bir fikir və ya kiminsə dediyi sadə bir cümlə vasitəsilə ola bilər. Buna görə də bugün xırda detallara və təsadüfi görünən hadisələrə diqqət yetirmək vacibdir. Son zamanlar bir çox məsələni tək başına həll etməyə çalışmışsınız. Hər şeyi nəzarətdə saxlamağa öyrəşmisiniz və çətinliklərin öhdəsindən öz gücünüzlə gəlmək istəyirsiniz. Ancaq bugün anlayacaqsınız ki, bəzən doğru insanla edilən səmimi bir söhbət ən ağır yükü belə yüngülləşdirə bilir. Hər şeyi tək daşımaq məcburiyyətində deyilsiniz. Maddi vəziyyətlə bağlı xoş xəbərlər görünür. Böyük dəyişikliklər baş verməsə də sizi rahatlaşdıracaq və gələcəyə daha inamlı baxmağınıza kömək edəcək hadisələr yaşana bilər. Bugün verilən ağıllı qərarlar və düşünülmüş addımlar yaxın zamanda öz müsbət nəticəsini göstərəcək. İş həyatınızda isə diqqət mərkəzində ola bilərsiniz. Sizi izləyən, zəhmətinizi görən və fəaliyyətinizi qiymətləndirən insanlar var. Ola bilsin ki, siz bunu hiss etmirsiniz, amma bugün gördüyünüz iş düşündüyünüzdən daha böyük təsir yaradacaq. Buna görə də məsuliyyətinizi sonadək qoruyun və başladığınız işləri yarımçıq qoymayın. Sevgi mövzusunda ürəyinizi istəyəcək anlar yaşana bilər. Sizə dəyər verən bir insan bunu sözlə deyil, davranışları ilə göstərməyə çalışacaq. Bəzən xoşbəxtlik uzaqlarda axtardığımız bir şey deyil. Sadəcə onu görmək və qəbul etmək lazımdır. Bugünün əsas mesajı budur. Gözlədiyiniz fürsət sizə yaxınlaşır. Tələsməyin, amma hazır olun. Həyatın ən gözəl sürprizləri çox vaxt ən adi görünən günlərdə qarşımıza çıxır və hər şeyi bir anda dəyişdirə bilər. Balıq burcu. Bugün vacib bir həqiqəti dərk edə bilərsiniz. Hər kəsin yükünü daşımaq sizin borcunuz deyil. Siz çox vaxt başqalarının problemlərini öz probleminiz kimi qəbul edib, onların rahatlığı və xoşbəxtliyi üçün öz ehtiyaclarınızı ikinci plana keçirirsiniz. Ancaq bugün həyat sizə öz sərhədlərinizi qorumağın nə qədər vacib olduğunu göstərəcək. Ətrafınızdakı bəzi insanlar sizin yaxşı niyyətinizə və kömək sevərliyinizə öyrəşiblər. Onlar hər zaman yanlarında olacağınızı və çətin anlarda dəstək verəcəyinizi düşünürlər. Bu gözəl xüsusiyyətdir, amma unutmayın ki,
özünüzü tamamilə unutmaq yaxşılıq sayılmır. Özünüzə də eyni diqqəti və qayğını göstərməyə ehtiyacınız var. Bugün bir qədər özünüzü düşünmək sizə heç bir günah hissi yaşatmamalıdır. Maddi məsələlərdə isə müsbət enerji hiss olunur. Gözlənilməz bir qazanc, faydalı bir təklif və ya sizi sevindirəcək bir xəbər alma ehtimalınız yüksəkdir. Bugün verilən ağıllı qərarlar yaxın zamanda əlavə rahatlıq və sabitlik gətirə bilər. Buna görə də imkanları diqqətlə qiymətləndirin. İş həyatında sakit və düşünülmüş davranışınız sizə üstünlük qazandıracaq. Başqaları tələsik qərarlar verərkən siz hadisələri daha obyektiv və düzgün qiymətləndirə biləcəksiniz. Məhz bu xüsusiyyət bugün sizi farklandıracaq və bəzi insanların hörmətini qazanmağınıza səbəb olacaq. Sevgi həyatınızda isə sadəlik və səmimiyyət ön plana çıxır. Böyük və təsirli sözlərdən daha çox kiçik diqqət və qayğı sizi xoşbəxt edə bilər. Əgər həyatınızda xüsusi biri yoxdursa, bir insanın davranışı və ya münasibəti sizdə gözlənilməz maraq oyada bilər. Bu günün əsas mesajı budur. Sizdə dincəlməyə və qayğı görməyə layiqsiniz. Hər zaman yalnız başqaları üçün yaşamaq olmaz. Özünüzə vaxt ayırın, daxili tarazlığınızı qoruyun və enerjinizi bərpa edin. Məhz bu tarazlıq yaxın günlərdə sizə daha böyük güc, daha aydın düşüncə və daha doğru qərarlar vermək imkanı yaradacaq. Əzizlər, unutmayın, ulduzlar yalnız istiqaməti göstərir, seçimi isə siz edirsiniz. Əgər bu proqnozda özünüzü gördünüzsə, videonu bəyənməyi və bizi izləməyi unutmayın. Sabah sizi yeni işarələr, yeni imkanlar və yeni sürprizlər gözləyir. Özünüzə inanın və həyatın sizə hazırladığı gözəl fürsətləri qaçırmayın. Görüşənədək.